Salam, növbəti dərsimiz Rus işğalının başlanmasından ta Gürcistan müqaviləsinə qədər olacaqdır. Yəni, Azərbaycanın parçalanmasının birinci mərhələsi olacaq. Bildiyimiz kimi, 18-ci əsrin 40-cı illərindən etibarən, yəni 1747-ci ildə Nadir Şahın ölümü ilə Azərbaycanda feodal dağınıqlığı başlayır və bu dağınıqlıq davam edir ki, bu da xarici dövlətlərin, xüsusilə Rusiyanın Azərbaycanı işğal etməsi ilə bağlı planlarını asanlaşdırır. Niyə məhz 19-un əvvəllərində Azərbaycanı işğal etmək üçün Rusiya daha mövqeyi yaxşı idi? Bunun səbəbləri var idi. Belə ki, bu dövrdə Qacarlar dövlətində stabillik, sabitlik yox idi. Həmçinin bu dövrdə məlum məsələ 1791-ci ilin Yassi müqaviləsi ilə Osmanlı Rusiyaya məğlub olandan sonra Rusiya Osmanlının Cənubi Qafqaz regionunda əl qolunu bir növ bağlayır və həmçinin Qacarların İngiltərə ilə yaxınlaşması bu dövrdə Rusiyanı Qafqazla bağlı planlarını daha da sürətlənməsinə gətirib çıxarır. Həmçinin Rusiya Cənubi Qafqazı, yəni Azərbaycanı işğal etməklə istəyirdi ki, Xəzər dənizini öz daxili gölünə çevirsin. Həmçinin Rusiya Azərbaycanı işğal etməklə şərqdəki İngiltərənin Ostin şirkətinə zərbə endirmək istəyirdi, iqtisadi, ticari olaraq və həmçinin də ki, Azərbaycanı işğal etməklə dağlıq xalqların Rusiyaya qarşı başlatdığı mübarizəni də bir növ zəiflədə bilərdi bununla. 19-un əvvəllərində Azərbaycanla bağlı planlanan dövlətlər var idi. Rusiyanın planlarını dedik ki, Azərbaycanı işğal edərək Xəzər dənizini daxili yönünə çevirmək istəyir, şərqdəki İngiltərənin Ostin şirkətinə iqtisadi olaraq zərbə vurmaq istəyir və həmçinin dağlıq xalqların hərəkatını zəif etmək istəyir. Osmanlı və Qacarların planları isə Rusiyanın Azərbaycanda möhkəmlənməsinin qarşısını almaqdır, möhkəmlənməsinin. Həmçinin Böyük Britaniya, Fransanın planları da bu formada idi. Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsinin qarşısını almaq idi. 1801-ci ildə Böyük Britaniya ilə Qacarlar arasında müqavilə imzalandı. Müqavilənin şərtinə görə hər hansı bir dövlətlə müharibədə Qacarlara Böyük Britaniya hərbi və maliyyə yardım etməlidir. 2. Böyük Britaniya Qacarlar dövlətində güzəştli ticarət imtiyazı almış oldu. 3. Və bununla da Böyük Britaniya Qacarların daxili işlə müdaxiləsinə ilk addım atdı. Başlayırıq nəyə? Rus işğalının başlamasına. 1801-ci ildə Rus çarı 1. Aleksandr bir fərman imzalayır. Fərmanın mahiyyətinə görə Şərqi Rusiyanın, yəni Kaxlikaxetiyanın daxili müstəqiliyinə son qoyulur. Və bununla yanaşı 5 Azərbaycan torpağı da Rusiyanın tərəfindən işğalına məruz qalır. Bunlar hansılardır? Qazax, Şəmsəddin, Borçalı, Loru, Pənbək. Yəni 1801-ci ildə Rusiya Şərqi Rusiyanın daxili müstəqiliyinə son qoyan zaman 5 bu ərazini də öz tərkibinə qatmış olur və bununla da rəsmən Rus işğalının dövrü başlayır. Bu işğallar çox təəssüf olsun ki, 2 xanlıq çıxır. Yəni bu 5 ərazimizin Rus tərəfindən işğalına. Bunlar Gəncəli Cavad xandır və İrəvan xanı Məhəmməd xandır. Bunlar etiraz edirlər Rus işğalına. Daha sonra gəlirik 1802-ci ilə. 1802-ci ildə Georgiyevski müqaviləsi imzalanır. Rusiya, Quba və Lənkəran xanlıqları arasında. Bu müqavilənin şərtinə görə Quba və Lənkəran xanlıqları gələcəkdə istəsəydilər, könüllü olaraq Rusiyanın tərkibinə keçə bilərdilər. 2. Aralarında ticarət əlaqələrini genişləndirməlidirlər. 3. Rusiya bunları Osmanlı və Qacarlardan qorumalı idi. Keçirik nəyə? Rusiyanın növbəti işğal hədəfi olur Carbalakan. Niyə məhz Carbalakan? Carbalakan işğalından sonra, yəni Gürcistandan Azərbaycana gedən yolda ilk maneə Carbalakandır. Həmçinin Carbalakanı işğal etməklə Rusiya Azərbaycanla dağlıq xalqların belə deyək, əlaqəsini kəsə bilərdi. Ruslar, Rus qoşulan komandanı Sisyonovun başçılığı ilə Ruslar Carbalakanı yürüş edirlər. 1803-də qanıq döyüşü olur. Kimlər arasında? Carbalakan əhalisi ilə Ruslar arasında. Ruslar qalib gəlir və Carbalakan işğal olunur. Və ardınca Carbalakan əhalisi ilə Ruslar arasında andı öhdəlik adlı bir sənəd imzalanır. Sənədin şərtlərinə görə 1. Carbalakanın daxili müstəqilliyi saxlanılır. Yalnız xarici müstəqilliyi əlindən alınır. 3. Carda Rus qoşunu saxlanılmalıdır. 4. Car əhalisi Ruslara xərac verməlidir. 5. Carlılar Tiflisə, yəni Ruslara girov, insan qismində girov verməlidirlər ki, bu müqavilələri, bu şərtləri yerinə yetirsinlər. Biz nəzər salıq nəyə? Qanıq döyüşü. 1803-də oldu. Xatırlayırıqsa, bundan əvvəl də qanıq döyüşü oldu. Eradan əvvəl 65-ci ildə Albanlarla Romalılar arasında. Romalılar qalib gəlib. İkinci qanıq döyüşü isə oldu 1803-cü ildə.
Lakin 1804-cü ildə Can əhalisi Anadolu öhdəliyin şərtlərini yerinə yetirmədilər. Beləcə, Rus generalı olan Kulyakov yenidən Cana soxulur 1804-cü ildə. Burada bir döyüş olur, ikinci döyüş, Zakatala döyüşü. Burada Ruslar məğlub olurlar, Kulyakov öldürülür. Lakin ardınca Sisyanov yenidən Cana qoşun yeridir və 1804-cü ildə yenidən Can işğal olunur. Və Canın ardınca isə 1804-cü ilin mart ayında İllusu sultanlığı da Ruslar tərəfindən işğal olunur. Canın ilk işğalı 1803-dür. 1804-də təkrar işğal olunur. 1804-cü ilin martında isə İllusu sultanlığı da Ruslar tərəfindən işğal olunur. Və növbəti hədəf olur Gəncə. Gəncənin önəmi neydir Ruslar üçün? Gəncə xanı Cavad xan Azərbaycan xanlarını Ruslara qarşı müharibəyə səsləmişdir. Həmçinin Gəncə mühüm dayaq məntəqəsi idi Cənubi Qafqazda. Həmçinin Gəncənin işğalından sonra Bakıya və ardınca isə Xəzər dəniz sahillərinə çıxa bilərdilər. Bu zaman isə Gəncə xanı Cavad xan idi. 1803-cü ildən ilk döyüş olur bunun arasında. Quruqovu döyüşü. Bu bir kəşfiyyat xarakterli döyüş idi. Gəncə Cavad xan Rusların gücünü öyrənmək üçün onların üzərinə hücum çəkib, sonra qayıtır Gəncə qalasına. 1804-cü ilin yanvarında Rus qoşulan komandanı Sisyanov Gəncə xanlığını işğal edir. Gəncənin adını dəyişdirib, Yezavetpol qoyur və Gəncədə xanlıq idarə usulü tamamilə ləğv olunur. Bu dərsdə öyrənəcək ki, xanlıqların işğalı və xanlıq idarə usulü ləğvi fərqlidir. Gəncə misal olaraq işğal olunan kimi Gəncə xanlığının varlığına son qoyulur. Gəncə xanlığının işğalı ilə Rusiya nə əldə etdi? Mühüm dayaq məntəqəsi əldə etdi. Həmçinin Qacarlara qarşı Azərbaycan xanlarında inam sarsıldı. Çünki Qacarlar Gəncəni qoruya bilmədilər və həmçinin Qacarlar Azərbaycanda mühüm dayaq məntəqəsini, Gəncəni itirmiş oldular. Gəncənin ardınca isə elə 1804-cü ilin yanvarında Gəncənin asılılığında olan Samux da Ruslar tərəfindən işğal olundu. Bir daha dedik, 1801-ci ildə Qazax, Şəmsəddin Borçalı, Lorov, Pənbək işğal olundu. 1803-cü ildə Carbalakən işğal olundu. 1804-cü ilin martında İllusu işğal olundu. 1804-cü ilin yanvarında Gəncə, elə həmçinin 1804-cü ilin əvvəlində Samux işğal olundu. Artıq Carbalakən və Gəncənin işğalı onu sübut edirdi ki, Rusiya faktiki olaraq Azərbaycanla müharibəyə nə edib? Başlayıb. Məhz bundan sonra Rus-Qacar müharibəsi başladı. Abituriyentlərin ən çaşdığım nöqtələrdən biridir. Elə bilirlər ki, Gəncə xanlığının işğalı Rus-Qacar müharibəsinin gedişatında olub. Xeyr, Rus-Qacar müharibəsi 1804-ün iyununda başlayıb. Gəncənin işğalı 1804-ün yanvarında olub. Gəncə işğal olundan sonra Qacarlar Ruslara müharibə elan edib, beləcə 1-ci Rus-Qacar müharibəsi başlayır. 1804-1813-cü ildə müharibə başlayan kimi 1804-cü il yayında Qazaxda, Borçalıda və Carda Ruslara qarşı böyük üsyanlar edir əhali. Müharibə başlar-başlamaz Rusların əsas hədəfi İrəvan xanlığı olur və 1804-cü il yayında Ruslar İrəvanı mühasirə alırlar. Bu adlanır 1-ci İrəvan mühasirəsi. Qeyd etməliyik ki, Ruslar 1-ci Rus-Qacar mühasirəsi gedişatında İrəvanı 2 dəfə mühasirə alırlar. Bu adlanır 1-ci İrəvan mühasirəsi. İrəvan xanlığı uğrunda 2 döyüş olur. 1804-cü il yayında 3 kilsə döyüşü və Qəməlli döyüşü. Kimlər arasında? Bir tərəfdə Ruslar, digər tərəfdə İrəvan xanlığı və onun köməyə gəlmiş Qacarlar. Hər iki döyüşdə Ruslar məğlub olur və İrəvan ətrafından Ruslar çəkib gedirlər. Məğlubiyyətlə baş çatır. Ardınca gəlir nəyə? 1805-ci ildə çox təəssüf olsun ki, 3 xanlıq Rusiyanın himayəsini könüllü qəbul edir. Bunlar kimlərdir? 1804-cü ilin mayın 14-də Qarabağ xanlığı, 1805-ci ilin mayın 21-də isə Şəki xanlığı. Yəni, eyni ildə, eyni ayda, 6 gün fərqi ilə. Hər ikisi də eyni müqavilə, Kürəkçay müqaviləsi ilə. Qarabağ, Şəki və Ruslar arasında imzalanır Kürəkçay müqaviləsi. Kürəkçayın şərtlərinə görə xanlıqlar Rusiyanın himayəsini qəbul edirlər, xanlıqlarda Rus qoşunu yerləşdirilir, xanlıqlar Rusiyaya vergi verir, Rus xəzinəsindən isə bu xanlıqların xanlarına nəvacib, maaş verilir. Həmçinin bu xanlar Rus generallarının sırasına daxil olunur və hər dəfə bu xanların övladları xan təyin olunan zaman Ruslar bunu təsdiq etmiş olur və xanlıqların xarici müstəqilliyi ləğv olunur, daxili müstəqilliyi, yəni xanlıq idarə üsulu saxlanılmış olur.
1805-ci il digər hadisəsi isə Şahbulaq döyüşü və Zəyən döyüşü olur. Demək ki, 1804-də 2 döyüş oldu, Üskilsə və Qəmənli, 1805-də 2 döyüş oldu, Şahbulaq və Zəyən. Şahbulaq döyüşündə Ruslar məğlub olur, Zəyən döyüşündə isə Qacarlar məğlub olur. Və 1805-ci ilin sonunda isə Şamaxı xanlığı da tutulur. Beləcə, artıq 1805-ci ilin sonunda Azərbaycanın 3 böyük xanlıqlarında olan Qarabağ, Şəki, Şamaxını və həmçinin əvvəlcədən tutduğu Gəncəni Ruslar tamamilə işğal edir. Bu zaman Şamaxı xanı Mustafa xan idi. Mustafa xan ümid edirdi ki, müharibənin gedişatında Qacarlar üstün olarlar və Qacar qoşunu Ruslardan əvvəl Şamaxıya gəlib çatar. Ona görə də yuvadırdı məsələni. Sisyanov Şamaxı xanı Mustafaya məktub göndərəndə ki, tabi ol, o şərtlər irəli sürmüşdü Şamaxılı Mustafa. Şərtlər nədir? 1. O deyirdi ki, xanlığın daxili idarətinə saxlanılmalıdır. 2. Mən Ruslara vergi verməməliyəm. 3. Mənim hakimiyyətimi digər Azərbaycan xanlıqları üzərində tanımalısan. Lakin Sisyanov gözləmir, Şamaxı üzərinə yürüşə keçir. Və beləcə Mustafa xan görür ki, qüvvəsi azdır. 1805-ci il dekabrında Kürəkçay müqaviləsinə yaxın olan şərtlərlə müqavilə imzalayır. Beləcə Şamaxı tutulmuş olur. Lakin Şamaxının daxili müstəqilliyə son qoyulmur. Daxili müstəqillik saxlanır. Daha sonra gəlir 1805-ci ildə Sisyanov əmri üzərinə Ruslar Bakı xanlığına dəniz sahilindən desant qüvvələri çıxarırlar. Lakin Bakı xanı Hüseynqulu xan Qacarlardan yardım istəyir. Bu zaman Qacarlar Abbas Mirzə Bakıya yardım göndərir. Həmçinin Quba xanı Şeyxəli xan da Bakıya yardım göndərir. Beləcə 1805-ci ildə dəniz sahilinə çıxan Rus qoşunları geri oturtulur. Məğlubiyyətlə bitir Ruslar üçün bu döyüşlər. Lakin 1806-cı il əvvəllərində Sisyanov Bakı yaxınlığına yaxınlaşır. Bu zaman Bakı xanı Hüseynqulu xan ona açarları, Bakı qalasının açarlarını verən zaman Hüseynqulunun qohumu Sisyanovu öldürür layiqincə. Beləcə Rus qoşunları bir müddət dağınıq halda geri çəkilirlər, sonradan toparlanırlar. Elə 1806-cı ildə ilk olaraq Dərbənd xanlığı işğal olunur. Dərbənd xanlığı işğal olunaraq orada xanlıq idarəsi ləğv olunur. Ardınca Bakı xanlığı da işğal olunur. Həmçinin orada da xanlıq idarə üsulu ləğv olunur. Elə 1806-cı ildə işğal olunan 3-cü xanlığı isə Quba xanlığı olur ki, Quba xanlığının idarəetməsini daxili idarəetməsi saxlayırlar. Və Qubada yerli bəylərdən ibarət olan əyalət şurası, əyalət komitəsi yaradılmış olur. Beləcə 1806-da 3 xanlıq Dərbənd, Bakı və Quba xanlıqları nə olur? İşğal olmuş olur. 1806-da Ruslar Qarabağ xanı İbrahim Xəlil xanı öldürürlər ailəsinə birlikdə Xankəndidə. Bu xəbər Şəkiyə çatanda Şəkili Səlim xan 1806-cı ildə üsyan qaldır. 1806-cı ildə. Burada Şəki döyüşü olur. Səlim xanla Ruslar arasında. Səlim xan məğlub olur və Cənubi Azərbaycana qaçmış olur ki, davamında Şəkidə də yerli bəylərdən ibarət olan əyalət komitəsi yaradılır. Eyni ilə də Qubada yaradıldığı kimi. Daha sonra gəlirik nəyə? 1806-cı ildə Azərbaycanın işğalına cavab olaraq Osmanlı Ruslara müharibə elan edir. Beləcə, paralel olaraq Ruslar ikinci cəbhədə döyüşürlər. 1806-12 Rus-Osmanlı müharibəsi. Müharibənin talihini həll edir 1807-ci ilin Gümrü döyüşü. Ruslar qalib gəlir və bu müharibə bitir Rusların qələbəsi ilə 1812-ci ildə Buxarest sülhü ilə. Şərtinə görə Osmanlı Rusların Cənub Qafqazda işğal etdiyi, yəni Azərbaycandakı işğal etdiyi torpaqlarını tanıyır. Daha sonra gəlir 1808-ci ilə. Ruslar 1808-dən Naxçıvanı və Üçgilsəni tuturlar, ardınca fokuslanırlar yenidən İrəvana. 1808-də İrəvanı ikinci dəfə mühasirə alırlar. Dediyimiz kimi, Ruslar 1-ci Rus-Qacar müharibəsinin gedişatında İrəvanı 2 dəfə mühasirə alırlar. 1804-də məğlub olub geri çəkirlər. Yenə burada da məğlub olurlar Ruslar. 1808-də də İrəvanı mühasirə alırlar, yenə tuta bilmirlər, geri çəkirlər. 1809-cu ildə Qarabağda Qarababa döyüşü olur. Qacarlar qalib gəlir. 1810-cu ildə Rusların özbaşınalığına qarşı Qubada üsyan olur. Quba üsyanının başçısı Qubanın xanı Şeyxəli xan idi. 1810. Burada ilk döyüş olur Gilgilçay döyüşü. 1810-cu ildə. Quba xanlığı ilə Ruslar arasında. Quba xanlığı Şeyxəli xan qalib gəlir. Lakin sonraki döyüşlərdə Şeyxəli xan məğlub olub qaçır. Beləcə 1810-cu ildə Qubada daxili idarəetməli, yəni xanlıq idarə üsulunu ləğv edirlər. Orada komendant idarəetməsi yaratmış olurlar.
Keçirik 1812-ci ilə Sultanbud döyüşü olur, Qacarlar qalib gəlir. Digər döyüş olur 1812-ci ildə Aslandüz döyüşü. Burada Qacarlar məğlub olur və müharibənin taleyini çox mənada həll etmiş olur. Sonuncu döyüş isə 1812-nin dekabr 13-ün əvvəllərində Lənkəran döyüşü olur ki, bu da Rusların qələbəsi ilə baş çatır və 1813-ün əvvəllərində Lənkəran xanlığı işğal olunur. Və bundan sonra Qacarlar müqaviləyə razı olduqlarını bildirirlər. Ümumiyyətlə, 1808-9-cu illərdə müqavilə imzalanmalı idi. Lakin Lənkəran məsələsində razılaşa bilmədikləri üçün, həmçinin ingilislər müdaxilə etdiyi üçün müqavilə danışıqları yarıda qalır. Nəhayət Lənkəran işğalından sonra Qacarlar narahat olurlar ki, artıq Ruslar Qacarların öz ərazisini keçə bilərlər. Beləcə, Qarabağın Gülüstan kəndində Gülüstan müqaviləsi imzalanır 1813-də. Bununla da Azərbaycanın işğalının birinci mərhələsi baş çatır. Gülüstan müqaviləsi şərtlərinə görə Qacarlar tanıyır ki, Dağıstanın cənubu, Şərqi Gülüstan, həmçinin Bakı, Dərbənd, Quba xanlığı, Lənkəran xanlığı, Qarabağ xanlığı, Şəki xanlığı, Gəncə xanlığı, həmçinin Qazax, Şəmsəddin, Borçalı, Loru, Pəmbək Ruslara məxsusdur. Yalnız iki xanlıq Qacarlarda qalır, İrəvan və Naxçıvan. İrəvan və Naxçıvan istisna olmaqla bütün Azərbaycanın şimalı, bütün Cənubi Dağıstan və Şərqi Gülüstan Rusların olduğunu Qacarlar tanıyır. Həmçinin Qacarlar tanıyır ki, Xəzər dənizində yalnız və yalnız hərbi qüvvə saxlaya bilər kimlər? Ruslar. Həmçinin Ruslar Qacarlardan güzəştli, imtiyazlı ticarət hüququ əldə etmiş olur. Həmçinin digər şərt isə hər iki dövlət bir-birinə əlaqələr qurmalı idi, diplomatik və ticarət əlaqələri. Həmçinin burada ingilislərin səyi ilə əlavə bir bənd müqaviləyə əlavə olunur ki, gələcəkdə sərhədlərin dəyişdirilməsinə, həmçinin Gülüstan müqaviləsinin yenidən baxılmasına Qacarların hüququ çatır. Bununla da Azərbaycanın işğalının birinci mərhələsi baş çatmış olur. Burada xüsusi qeydimiz nədən ibarətdir? Biz qətiyyətlə bilməliyik ki, Rus-Qacar müharibəsinə aid olan döyüşlər yalnız Rus və Qacarlar arasında olan döyüşlərdir. Misal olaraq deyirik ki, burada nə var? Aha, 1806-cı ilin Şəki üsyanı. Bu Rus-Qacar müharibəsinə aid deyil. Həmçinin Şəki döyüşü Rus-Qacar müharibəsinə aid deyil. Həmçinin 1806-12 Rus-Osmanlı müharibəsi də Rus-Qacar müharibəsinə aid deyil. Həmçinin 1807 Gümrü döyüşü, bu da Rus-Qacar müharibəsinə aid deyil. Üstə gəl, 1810-cu ildə Quba üsyanı da Rus-Qacar müharibəsinə aid deyil. Həmçinin Quba üsyanının zamanında 1810-da olan Girilçay döyüşü də Rus-Qacar müharibəsinə aid deyil. Əsas məsələ bunlara diqqət etmək. Həmçinin Gəncənin işğalı da Rus-Qacar müharibəsinə aid deyil. Və dərsimiz də bundan ibarətdir.